Yenə özünü kiminlə müqayisə edirsən? Əgər edirsənsə, dayan və mənə yaxşı qulaq as. Bəzən insan öz həyatını yaşamağı unudur. Çünki hər gün kiminsə uğuruna, gözəlliyinə, münasibətinə, həyat tərzinə baxıb özünü sorğulamağa başlayır. Görəsən mən niyə hələ orada deyiləm? Niyə o bacardı, mən bacarmadım? Niyə onun həyatı daha gözəl görünür? Amma sən bir şeyi unudursan. Sən onun həyatının tamamını görmürsən. Sən sadəcə göstərmək istədiyi hissəni görürsən. Özünü başqaları ilə müqayisə etmək insanın içindəki şükrü öldürür. Səni sahib olduqlarına yox, çatışmayanlara fokuslayır. Və ən təhlükəlisi budur ki, sən başqasının yoluna baxa-baxa öz yolundan uzaqlaşırsan. Hər çiçək eyni vaxtda açmır. Hər insanın mövsümü, imtahanı, duası və zamanı fərqlidir. Ona görə bugün özünü kimləsə müqayisə etmə. Sən gecikməmsən. Sadəcə sənin hekayən başqa cür yazılır. Unutma, başqasının işığı sənin